Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli 27.05-in qurğundan Paşdavoy getdikdə yolun sağında yerləşən deməli balıq restoranından sola dönərkən indi mən sizə göstərəcəm. Deməli təxminən 300 metrdən sonra bax bu küçəni mən sizə göstərəcəm. Deməli torpaq sahəsi satılır. Yenidən bu torpaq sahəsinin harada olmağı haqqında mən sizə məlumat verim. Bax bura mərkəzi yoldur. Balıq restoranının yanından gələn yoldur. Bundan başqa təxminən 70-80 metrlikdən sonra bax bu kamazdan sonra yolun sağında Qlavna sarı işarə görürsünüz. Bax həmin o sarı işarə olan yerdən deməli 16 nömrəli marşrut işlər. Yəni Bakobus avtobus liniyasıdır, asfalt yoldur. Yəni təxminən harada olmağı haqqında məlumat verdim. Bax bu sol tərəfdə vaxtilə Almarket yerləşirdi. Bax indi mən torpaq sahəsinə yaxınlaşıram. Dediyim kimi buradan eyni zamanda 4 nömrəli, to есть 10 nömrəli marşrut işləyir. Salam. Necəsiz? Deməli bura isə bax bu həmin torpaq sahəsinə mən yaxınlaşıram. 4 sotdur. 16'nın 25'ədir. Sənədi sərəncamdır. Arxiv arayışı var. Qiyməti 16.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Gördüyünüz kimi küçədə çoxlu sayda yaşayış var. Deməli bax həmin mərkəzi yoldan 1, 2, 3, 4-cü torpaq sahəsidir. Həmin torpaq sahəsinə yaxınlaşıram. Yolun sağında gördüyünüz kimi internet xətti, bir də ki deməli qaz xətti keçir. Sol tərəfdə isə işıq xəttini görmək mümkündür. Bax torpaq sahəsi buradır. Qiymət 16'nın 25'ədir. Sənədi sərəncamdır. Arxiv arayışı var. Bax torpaq sahəsini mən yenidən sizə göstərirəm. Buradır. Gəlib mən sizdə baxa bilərsiniz. Bax belə bir torpaq sahəsinin, 4 sot torpaq sahəsinin qiyməti 16.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi mən həmin küçəni sizə göstərirəm. Gördüyünüz kimi sağında, solunda küçənin çoxlu sayda yaşayış var. Bax yenidən torpaq sahəsini göstərirəm. Bax belə sizlərə uğurlar.